Yeremiya 5-ci fəsil. Yerusəlimin günahı. Yerusəlimin küçələrini dolaşın, ətrafa baxıb fikirləşin, onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, həqiqət axtaran adam tapsaz, mən şəhəri bağışlayaram. Onlar var olan Allaha and olsun desələr də, yalandan and içirlər. Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, ancaq ağrı hiss eləmədilər. Sən onları qırdın, ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub dönmək istəmədilər. Mən dedim, bunlar ancaq yoxsul, ağılsız avamlardır. Çünki Rəbbin yolunu, özlərinin Allahının hökmlərini bilmirlər. Qoy mən böyüklərin yanına gedib onlarla danışım. Çünki Rəbbin yolunu, özlərinin Allahının hökmlərini bilirlər. Ancaq onlar da boyunduruğunu sındırıb ipləri qopardılar. Buna görə də meşədən bir aslan çıxıb onları öldürəcək. Səhradan qurd gəlib onları parçalayacaq. Şəhər kənarında bəbir pusqu quracaq. Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan elədilər, dəfələrlə dönük oldular. Buna görə səni necə bağışlaya bilərəm? Övladlarım məni tərk elədi. Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, amma onlar zina elədi. Fahişələrin evlərinə yığışdı. Onlar harınlaşmış, şəhvətli atlar kimidir. Hər biri qonşusunun arvadına kişniyir. Rəbb bəyan eləyir. Bunlara görə mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? Onların bağlarını dolaşıb dağıdın, amma büsbütün məhv eləməyin. Meynə budaqlarını qoparıb atın, çünki onlar Rəbbə məxsus olmayan insanlardır. Rəbb bəyan eləyir. İsrail və Yahuda nəsli mənə tamamilə xəyanət elədi. Onlar Rəbb üçün yalandan dedi, o heç nə eləməz, başımıza bəla gəlməz, nə qılınc görəcəyik, nə acdıq. Peyğəmbərlər boşboğazdır, Allahın sözü onlarda deyil, qoy onların başına bu iş gəlsin. Buna görə də ordular Allahı Rəbb belə deyir. Belə sözlər dedikləri üçün, ey Yeremiya, sözlərimi sənin ağzında atəşə, bu xalqı isə oduna çevirəcəyəm. Atəş onları yandırıb qutaracaq. Rəbb bəyan eləyir, ey İsrail xalqı, uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, dediklərini anlamadığın, güclü, qədim bir millət. Onların oxdanları açıq qəbir kimidir. Hamısı igid döyüşçüdür. Onlar sənin məhsul və çörəyini yiyəcək, oğul və qızlarını yiyəcək, sürü və naxırlarını yiyəcək, meynə və əncir ağaclarını yiyəcək. Güvəndiyin qalalı şəhərləri qılıncla dağıdacaq. Ancaq Rəbb bəyan eləyir. Hətta o günlər sizi tamamilə qırıb çatmayacağam. Bir vaxt onlar soruşacaq, nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi? Onda onlara belə söylə. Necə məni tərk eləyərək öz ölkənizdə yad Allahlara xidmət elədinizsə, eləcə də özgə ölkədə yad illərə xidmət eləyəcəksiniz. Bunu Yaqub nəslinin içində bildirin. Yahudada elan eləyin. Ey gözləri olub görməyən, qulaqları olub eşitməyən, ağılsız və dərrakəsiz xalq. Bu sözə qulaq asın. Məndən qorxmursunuzmu? Rəbb belə bəyan eləyir. Mənim qarşımda titrəmirsinizmi? Axı mən əbədi qayda ilə dəniz üçün qumu sərhəd qoydum. Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da üstün gələ bilməz. Nərə çəksə də keçə bilməz. Bu xalqın ürəyi inadlı və üsyankardır. Onlar azıb öz yolları ilə getdilər. Daha öz-özlərinə demirlər ki, payız və yaz yağışlarını vaxtında verən, müəyyən biçin həftələrini bizim üçün qoruyan Allahımız Rəbbə sitayiş eləyək. Təqsirləriniz bunları sizdən aldı. Günahlarınız sizi bu nemətdən məhrum elədi. Mənim xalqımın içində pis adamlar var. Quş ovçuları kimi pusquda dururlar. Tələ qurub adam tuturlar. Quşlarla dolu qəfəs kimi onların evləri hiylə ilə doludur. Bunun sayəsində yüksəldilər, varlandılar. Onlar piylənib, yoğunlaşıb, pis işlərlə hədlərini aşıb. Məhkəmə işlərini, yetimlərin işlərini ədalətlə həll eləmirlər ki, qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə eləmirlər. Rəbb bəyan eləyir. Bunlara görə mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? Bu ölkədə heyrətli və dəhşətli bir iş oldu.
Peyğəmbərlər yalandan peyğəmbərlik eləyir. Kahinlər onların əli ilə hökmranlıq eləyir. Xalqım da bunu bəyənir, amma axırda neyniyəcəksiniz?